bizim başqasının fikirlərinə ehtiyacımız yoxdur. Bunu dəqiq bilin. Biz bizim için önəmli olan, bizim için dəyərli olan kimlərdənsə fikir ala bilərik əlbəttə. Amma bu o demək deyil ki, biz mütləq onların dediyi kimi olmalıyıq, onların dediyi kimi etməliyik. Yəni biz ondan ya nəticə çıxarırıq, ya fikir alırıq, yenə də özümüz öz qərarımızı veririk ki, biz nə edə bilərik. Yəni bu yol da elədir. Bəzən olur ki, adi bir şeylər edirsən və ona çox aşağı baxırlar, çox gözdən salırlar. Amma bu o demək deyil ki, siz nəsə düz etmirsiniz, biz mükəmməl deyilik. Olur ki, kimsə deyəcək ki, sənin görünüşün yaxşı deyil, sənin səsin pis çıxır, sənin geyimin belədir, sən filan bilgidə deyilsən. Yəni lazım olan və olmayan fikirlər deyəcəklər. Amma bu bizi o qədər də narahat etməli deyil. Çünki biz əgər özümüzdən əminiksə, kim nə deyir desin, yəni ki, o sözlər bizə təsir etməməlidir. Həssas, emosional olanda və yaxud da haqsızlığa bəzən olur ki, dözmürük, istəyirik ki, o cavabını verək, deyək ki, yox, belə deyil, belədir. Amma inanın ki, vaxt itkisi olur. Yəni ora verdiyimiz cavabları biz öz işimizə, biz öz həyatımıza, biz öz irəliləyimizə aid etsək, irəliləməyimizə həsr etsək, biz daha çox yol irəli getmiş olarıq. Nəinki elələrinə vaxt ayırıb cavab vermək. Bunu demək istəyirdim.